Deməli, ekranda yazdıqlarımız bizə Efes syllabusunda kifayət eləyəcək qədər detallar verilib. Özünüzü çox yormursuz, testlərdə onsuz da lazım olanlarını görəcəyik. Consolidated Financial Statement-də ekranda gördüklərimizi demək olar ki, hamısını tətbiq eləyəcəyik. Mənasını biləndən sonra hamısını əzbərləyirik. Mənasını biləndən sonra ki, nə baş verir? Əzbərləmək ona görə lazımdır ki, imtahanda vaxt itirməyək. Amma mənasını bilib əzbərləyirik. Birdən çaşqınlıq olsa, məna ilə hərəkət eləyək. Deməli, Goodwill-in formulasını bildik. Goodwill-in formulası necə idi? Consideration transferred, üstünə gəlinsin non-controlling interest, NCI, mən nə yazmışam bura? NCI, çıxılsın net asset. Kimin net assetindən gedir söhbət? Təbii ki, subsidiary-nin net asseti. Və bu, təbii ki, at acquisition terminini yaddan çıxartmamalıyıq burada. Always at acquisition. Acquisition date. Investment in subsidiary. Nə deməkdir? İzah eləyəcəm. Always cancel. Should always be cancelled. Amma hansını cancel edirik? Only the amount. Only the amount. Invested to S. Ancaq törəmə müəssisəyə yatırılan investisiyanı orada remove eləyəcəyik. Inventar. Parent-in inventarı. Üstünə gəlirik subsidiary inventarı. Çıxırıq unrealized profit. Hamısını izah edəcəm yoldaşlar, narahat olmayın. Receivable. Qrupun receivable-na nələrə aiddir? Parent-in receivable-ı üstünə gəlinsin. Subsidiary receivable-ı çıxılsın intragroup receivable. Intragroup terminini burada eşidirik. Intragroup nə deməkdir? Əgər qrup iştirakçıları biri-birindən mal alır və ya bir-birinə mal satırsa, bu halda birində yaranan alacaq, digərində borc olduğu üçün konsolidasiya eləyəndə bunun qrupa yekun bir təsiri qalmır. Net təsiri sıfırdır. Qrup şirkətlərini eyni şəxsin iki fərqli cibi kimi təsəvvür eləyin. Bir cibdə borc, digər cibdə alacaq. Birindən digərinə transfer eləsək, yekunda şəxsin cibindəki məbləğlərin cəmi sanki dəyişmədi. Ona görə də qrup şirkətlərinin məntiqi ilə baxanda bir şirkətin, yəni qrup şirkətlərinin birinin digərinə alacağı verəcəyi varsa, bunları bir-birindən kontra necə eləyirdik? Debit, kredit. Eyni məntiqlə ixtisar eləyirik. Non-controlling interest, daha doğrusu non-current asset uzun müddətli aktivlərdə parent-in non-current asseti, üstünə gəlirik subsidiary non-current asseti, üzərinə gəlirik və ya çıxırıq fair value adjustmentlər. Ən çox düzəliş equity-dədir yoldaşlar. Bax, bu qaydalara vizual baxaq. Share capital, parent only. Yəni, consolidated financial statement-də səhm kapitalı nə qədər görünər sualına cavab yalnız parent-in share capital görünər. Share premium, parent only. Digərlərini test üzərində izah eləyəcəm. Gəlin nümunəmizə baxaq. Nümunə 1. Təsəvvür eləyək ki, ekranda gördüyümüz rəqəmlər bizim parent və subsidiary-nin rəqəmləridir. Bir-bir işarə eləyəcəm hamısını. Və yenə də suallarımızı axıra saxlayaq, zəhmət olmasa, tam detallı başa düşəndən sonra sualları verin. Köhnə kitabda 3.2-ci example-dır. Sual bizdən istəyir ki, Consolidated Financial Position-ı hazırlayaq. Yəni, konsolidə olunmuş maliyyə vəziyyəti haqqında hesabat hazırlayaq.
Parent, yəni bax bu şirkət, purchase 75% of the share capital of Esco. Yəni bu şirkəti alıb. Ana müəssisə törəmə müəssisənin 75%-ni alıb. Nə vaxt? 1 yanvar 2001-də. Bəs hesabat tarixi nə vaxtdır? Bizə verilmiş tarix 31 dekabr 2001-dir. Yəni yoldaşlar, burada verilmiş hər iki hesabat 31 dekabradır. Parent bu şirkəti almaq üçün 60 min pul verir. Nə vaxt ki, həmən tarixdə bölüşdürülməmiş mənfəət 5000 idi. Fair value of NCI həmən tarixdə olub 15 min. Əlavə olaraq financial positionlarını verdiyini vurğulayır və mənə deyir ki, tap görüm, bu iki hesabatı birləşdirsəm, nəticə nə olar? Hesabatları Excel-ə bura köçürmüşəm, vizual görməyimiz üçün. Gəlin indi bir-bir izləyək. Şirkəti nə vaxt almışam? 1 yanvar 2001. Bəs hesabat tarixi nə vaxtdadır? Hesabat tarixi 31 dekabr 2001. Deməli, əlimdə olan datalar 1 il fərqlə verilib. Parentin hesabatı, subsidiary'nin hesabatı və consolidated, mavi rənglə gördüyümüz qrupun hesabatıdır. Əgər qrup daxili hər hansısa bir əməliyyat olmayıbsa, yəni parent subsidiary'ə və ya subsidiary parentə hər hansısa bir əsas vəsait vermək, bir-birindən avtomobil almaq və s. belə əməliyyatlar olmayıbsa, məndən soruşsa ki, qrupun tangible non-current asseti nə qədərdir? Cavab verəcəm. Bütün məsələlər üçün keçərlidir. Parentin non-current asseti, üstünə gələk subsidiary'nin non-current asseti, çıxılsın fair və ya üzərinə gəlinsin fair value adjustmentlər, bu nümunədə fair value adjustment hələ ki yoxdur. Yəni, konsolidasiya elə, hesabatları birləşdir deyəndə, bu ikisinin rəqəmini sadəcə cəmlədim. Baxın, bu qrupun nə qədər əsas vəsaiti var? Cavab 85. Gəlirəm investment line-ına. Bu 60-ı burada görürəm. Bu 60 kimin hesabıdır? Parentin. Yəni, ana müəssisənin maliyyə vəziyyəti haqqında hesabatda 60 minli investisiya görürəm. Birdən yadıma düşür ki, bu 60 mənə hardansa tanışdı. Baxıram ki, burada verilən 60-dır. Yəni, ana müəssisə kassasında olan pulu götürüb, gedib bax bu subsidiary yatırım eləyib. Və bu 60 minlik investisiya törəmə müəssisənin bütöv balansını formalaşdırır. Deməli, bu mənim üçün qrup şirkətlərinin bir-birindən olduğu rəqəmlər kateqoriyasına düşür. Başqa sözlə, o törəmə müəssisə niyə formalaşıb? Mən onun səhmini almışam deyə. Və NCI də bu işin içərisində olub. Yəni, biz ikimiz şirkətin bütün kapitalını formalaşdıran bizik. Mən öz şirkətimə elədiyim yatırımı təzədən bir də öz hesabatımda əlavə cəmləyim. Sanki biraz düz gəlmir axı. Axı, mən öz şirkətlərimə elədiyim yatırım mənə maraqlı deyil. Mənə kənar hissələr maraqlıdır. Və onsuz da mənim verdiyim məbləğ gedib törəmə müəssisənin kapitalını və digər aktivlərini və s. formalaşdırıb deyə, mən onu oradan remove eləsəm, aktivlər və öhdəliklər mənə geri qalan rəqəmi onsuz da balanslaşdırıb verəcək. Qısacası, testlərdə qrup şirkətlərindən parentin subsidiary'ə elədiyi investisiya həmişə cancel olunmalıdır. Yəni, bu 60 min consolidated financial statementdə heç bir halda görünməz. Current assetlər hər hansısa bir qeyd olmadığına görə sadəcə üst-üstdən gəlirəm. 45 min parentin cari aktivi var, 40 min törəmə müəssisənin cari aktivi var, ikisinin bir yerdə 85 minlik cari aktivi var. Goodwill. Gəlin Goodwill hesablayaq. Goodwillin formulası consideration transfer, yəni alış tarixində transfer elədiyim məbləğ
Üstünə gəlirəm. NCI, çıxıram net asset və hamısı at acquisition. Hamısı alış tarixində. Net asset kimin net assetindən gedir söhbət? Subsidiarydən. Gəlin baxaq. Consideration transfer nə deməkdir? Parent almaq üçün nə qədər ödəyib? Cavab gəlir 60 min. Hardan bildim? Məsələdə özü verib. Gəlin baxaq. Görürsünüz burada 60 min verib. Fair value of consideration transfer oldu 60. Yəni ana müəssisə bu şirkəti almaq üçün 60 verib. Fair value of NCI 15. Hansı ki buradadır. Yenə də at acquisition terminini yaddan çıxarmırıq. Çıxıram. İkisi bir yerdə 75 min ödəyib. Çıxıram. Fair value of net asset. Kimin net asseti? Subsidiary'nin net asseti. Subsidiary'nin financial statement'i hardadır? Baxın, bu qırmızı hissədir. Al rəngi olan. Nə qədər deməli equity'si var, net asseti var? 55. Razısınız? Amma sualda böyük bir at acquisition termini var yoldaşlar, alış tarixi. Axı mən şirkəti yanvarın 1-də almışam. Burada verilən rəqəm isə 31 dekabradır. Deməli 1 il sonradır. Yəni bu 55 mənə lazım deyil. Çünki 1 il sonranın rəqəmidir. Və sual verə bilərsiniz. Mən hardan bilim bu yanvarın 1-i nə qədər idi rəqəm? Cavab. Bu tip məsələlər üçün həmişə net assetin tərkib hissələrini belə siyahıya düzün. Share capital, share premium, retained earnings, revaluation surplus. FA silabusunda 4 dənəni bilsəz kifayətdir. Bir də A rezervlər var, ona hələ ki ehtiyacımız yoxdur. Share capital nə qədərdir? 40 min. Hardan aldın bu 40 mini? Buradan. Bəs deyəcəksiniz ki, Ramin, necə oldu? Retained earningsə dedin ki, lazım deyil, amma share capitalı götürdün. Ona görə ki, baxın, retained earningsin alış tarixində 5 min olduğunu mənə deyib, amma 31 dekabrda 15 min verib. Yəni, dəyişdiyinə dair bir mesaj verir mənə. Amma share capital-la bağlı hər hansısa bir not görmürəm. Yəni, əlavə not vermədiyi üçün 31 dekabrda olan rəqəmin sanki 1 yanvarda da eyni imiş məntiqini yürüdə bilərəm. Başqa sözlə, share capital alış tarixində də 40 min imiş mülahizəsini eləyə bilərəm. Çünki mənə dəyişdiyinə dair not verməyib. Share capitalı götürdüm 40 min. Share premium nə qədər imiş? 0. Niyə? Çünki məsələdə heç nə yazmayıb. Revaluation surplus 0. Çünki məsələdə verməyib. Amma retained earningsə gələndə biraz çaşdım. Axı bu 5000 burada 15-dir. Bu 31 dekabradır. Mən alışı nə vaxt eləmişəm? 1 yanvarda. Bütün testlər üçün həmişə alış tarixinə baxın dediyimiz hissə baxın buradır. Yəni, alış tarixində neçə imiş? Çox getdi. 15. Bax bura. Nəticədə goodwillimiz oldu 30. O rəqəmi də gətirib yazdıq bura. Və fikir verin, bayaq dediyimiz qaydaları təkrarlayaq. İndividual hesabatda görürsünüz goodwill nə qədərdir? 0. Bunlar individual statementlərdir. Gəlin ekranda yazın, bircə dəqiqə. Bura yazırıq. S of P at 31-12-2001 individual group. Digər elementlərə baxaq. Goodwill-i tapdıq. Asset hissəmiz tamamlanıb. Keçirik equity-yə. Fikir verin. Share capital, ekranda olsun fikrimiz. Share capital, parent only.
Bütün testlər üçün keçərlidir. Consolidated Financial Statement-də yalnız və yalnız parent rəqəmini göstərəcəyik həmişə. Bu məntiq share premium-a da aiddir. Sadəcə bu məsələdə share premium vermədiyi üçün nəzərinizdə olsun. Yazacaqsınız share premiumda da parent only. Yəni ancaq ana müəssisənin rəqəmi görünər. Retained earnings-ə gələcəm və eləcə də NCA-ya. Current liability-də parent üstə gələk subsidiary. Oldu 40 min. İndi gəlin baxaq. Bu NCI və parent. Mən bu şirkəti nə vaxt almışam? 1 yanvarda. İndi nə vaxtı? 31 dekabr. Retained earnings, bölüşdürülməmiş mənfəət. Özümə sual verirəm. Mən bu şirkəti alanda onsuz da 5-i qazanmışdı. İndi nə qədər qazanıb? 15. Görəsən biz alandan sonra bu şirkət nə qazanıb? Əgər alanda 5 idisə, indi 15 olubsa, deməli biz alandan sonra 10 qazanıb. Razıyıq? Bir daha deyirəm. Biz alanda şirkətin bölüşdürülməmiş mənfəəti 5 idi. İndi olub 15. Deməli biz alandan sonra 10 qazanıb. Yəni bu bölüşdürülməmiş mənfəəti bölmək vaxtı çatsaydı, bu 10 mindən 75% mənə düşərdi. Niyə? Çünki şirkətin 75%-ni mən almışam. 25% də düşərdi NCI-yə. Nəticə etibarilə parent özünə sual verir. Mənim qrup olaraq retained earnings-im nə qədərdir? Cavab individual olaraq özümün qazandığım 55 üstünə gələk 15-in yox, alandan sonra, yəni 15 çıx 5, 10 minin 75%-i parentindir, 25% də NCI-indir. Yəni həmən o 10 min 7500 və 2500 olaraq 2 hissəyə bölünür. 55-in üzərinə gəldi 7500, elə də 62 yarım. 10 minin 2500-ü də düşdü NCI-yə. Deyəcəksiniz ki, Ramin, 10 minin 25%-i axı 2500 eləyir. Burada da yazımsan 17 min. 17 min hardan gəldi? Hə, baxıram ki, NCI alış tarixində onsuz da 15 var idi. Alandan sonra da bir 2500 üstünə gəlib 17 min oldu. Vəssalam. Bu da bizim sadə Consolidated Financial Statementimiz. Məsələ getdikcə qəlizləşəcək.